yenə hardan baxsaq məsələyə gəlir çıxır Azərbaycanda ədalətli məhkəmə sisteminin olmamasına. Çünki bilirsiniz necə, ölkədə normal məhkəmə sistemi olanda bu kimi avanturistlər istədikləri mesajları verə bilmirlər. Qardaş, keçirirsən bir ədalətli məhkəmə, açıq məhkəmə sistemi və Azərbaycan insanı, Azərbaycan vətəndaşını o açıq məhkəməyə buraxırsan ki, bu kimi adamların avanturist çıxışları, fikirləri orada puç olur, çıxır, gedir. Razısınız məndən Zahir bəy? Bəli. Bunu qurmaq lazımdır. Ki, bu adamların biraz əlini, qolunu qüvvətləndirə bilirsiniz nədir? Məsələn, deyirlər ki, Azərbaycan vətəndaşlarının bunu demək haqqı var. Deyir ki, bizdə deyir, ədalətli məhkəmə var. Yazığı salıblar içəri. Bəlkə də heç bir onun günahı yoxdur. Biz, yəni, başqa dövlətlərin bu kimi təhdidlərin qarşısında həm də bir sıra, deyək ki, vacib olan həyati şərtləri yerinə gətirməliyik. Bunlardan biri azad, ədalətli seçkilərdirsə, digəri də ədalətli məhkəmələrdir. Mütləq, birinci. Yəni, sən ədalət hissinə məhkəmə ədalətli olsa, seçki də ədalətli olacaq. Çünki müraciət edəcəksiniz, haqqınız tanınacaq. Zahir bəy, burada bir məsələ var. Bu, incə bir məqamdır. Sən vətəndaşını özünün, dövlətin ədalət hissinə güvəndirməlisən ki, xarici təhdidin qarşısında dura bilsin. Ona görə deyirəm ki, açıq məhkəmə sistemi olmalıdır bu kimi adamların. Vətəndaşlar getməlidir ora. Bu məhkəmə sistemində oturmalıdırlar, baxmalıdırlar ki, bunlar nə oyun oynayırlar. Azərbaycan insanı necə provokasiya çəkirlər. Zaten Azərbaycan insanı bunların provokasiyasına getmədi, bunu açıq demək lazım. Amma müəyyən bir kəsimdə şübhələr, suallar varsa, onu da ortadan qaldırmaq lazım. Onu necə qaldıracaqsa, dediyim kimi, ədalətli məhkəmə sistemində. Bugün ölkədə kimi dindirsən, gülər. Desən, bizdə ədalətli məhkəmə var, hamı gülüşlə qarşılayır. Bəli, doğru. O baxımdan da, qardaş, bunu həll edib, bu problemləri ortadan qaldırmazsan ki, xarici təhdidin qarşısında duracaq, dövlətinə güvənəcək, onun ədalət sisteminə güvənəcək məhkəmə sistemin olmalıdır.